Uşaqlar, hər birinizə salam. Bugün mən sizə smart məqsəd nədir və smart məqsədi nümunələrinizə həyatınıza tətbiq edə bilərsiniz. Ondan bəhs eləyəcəm. Smart dedikdə ilk öncə ağlınıza smart, ağıllı ingiliscə ifadəsi gələ bilər. Yəni smart məqsəd ağıllı məqsəd. Lakin bizim burada dediyimiz smart sözü ağıllı kəlməsi deyil. Smart sözü 5 sözün birləşməsindən yaranan bir ifadədir. Təbii ki, ingiliscəsində və bu sözləri mən sizə izah edəcəm. İndi ilk öncə gəlir spesifik sözü, daha sonra measurable, achievable, relevant and time bound. Spesifik, konkret məqsəd deməkdir. Tutaq ki, siz qabağınıza bir məqsəd qoyursunuz ki, riyaziyyat imtahanında, riyaziyyat sınağında mən nəticəmi qaldıracam, balımı qaldıracam. Daha sonra bu nəticəni ölçmək istəyirsiniz, yəni measurable. Bu nəticəni siz hansı sınaqlara gedə bilərsiniz, hansısa testləri işləyə bilərsiniz və bu nəticəni bu formada ölçə bilərsiniz. Daha sonra achievable, yəni bu məqsəd sizə uyğun bir məqsəd olmalıdır. Əgər siz qarşınıza bir ay ərzində 1000 manat pul yığmaq kimi bir məqsəd qoysanız və siz hələ məktəblisinizsə, bu məqsədi reallaşdırmaq biraz çətin görünəcək, yəni real olmayan bir məqsəd olacaq, belə deyim. Amma qarşınıza riyaziyyat imtahan nəticəsini qaldırmaq kimi məqsəd qoysanız, bu məqsəd sizə tamamilə uyacaq. Daha sonra relevant gəlir. Relevant əlaqəli olmalıdır. Yəni bu məqsəd sizin şəxsi həyatınıza, sizin maraqlarınıza uyuşurmu? Məsələn, siz buraxılış imtahanı verəcəksiniz və imtahandan qabaq sınaqlara gedirsiniz. İstəyirsiniz ki, imtahandakı nəticənizi daha yüksək edəsiniz və buna görə sınaqlara gedirsiniz ki, riyaziyyat imtahanının nəticəsi yüksək olsun. Digər fənlər sizin üçün normaldır. Və istəyirsinizsə ki, nəticəniz yüksək olsun, bu nəticə sizin şəxsi həyatınıza və maraqlarınıza uymalıdır ki, siz daim tətikdə olasınız, daim motivasiyalı olasınız, daim istəkli olasınız ki, bu nəticəyə nail ola biləsiniz. Və ən sonunda gəlir time bound. Yəni, bu 4 bəndi keçdik, nəticəmizin yüksək olmağını istəyirik, bütün məqsədimizi bir-bir sıralayırıq, bütün pillələrə və sonunda gəlir time bound. Time bound odur ki, məhdudiyyətli zaman. Yəni, bu məqsədi etmək üçün özünüzə bir zaman belirləmisinizmi? Yəni, tutaq ki, 45 gün sonra sizin imtahanınızdır və siz deyirsiniz ki, 40 gün ərzində mən riyaziyyat imtahan nəticəsini 75 baldan qaldıracam 82 bala. Və bu məqsədi reallaşdırmaq üçün qabağınıza bir zaman qoyursunuzsa, deməli, bu məqsəd artıq smart məqsəddir. Təbii ki, konkret məqsəddən başlayırıq. Bunu ölçülə bilən edirik, bunu əldə edilə bilən edirik, bunu özümüzə əlaqəli edirik, yəni maraqlarımızı üstə düşür və sonunda buna bir zaman bəlirləyirik və artıq məqsədimiz smart məqsəd olur. Əgər sizə aydın olmayan bir şey varsa, buyurun deyə bilərsiniz. Digər formalarda biz bunu izah edə bilərik. Təşəkkürlər.